Hər birinizə salam. Uzun aradan sonra kanalıma və Temu qutu açılışı videoma xoş gəlmişsiniz. İlk məhsul anamın özü üçün aldığı yaylıq paltardır. Üzərindəki naxışlarını çox bəyəndim. Parçasının keyfiyyəti gözlədiyimizdən daha yaxşı çıxdı. Çox rahat paltardır. Öz üzərimdə geyinib göstərmək istədim. Çünki anamla ölçülərimiz artıq demək olar ki, bir-birinə çox yaxındır. Bu mənim üzərimdə duruşudur. Biraz boldur mənə. Məncə böyük bədən deməyim də, biraz kilolu insanlar üçün çox xilas edici bir paltardır. Mən çox bəyəndim. Boyu biraz uzundur. Mənim boyum 1.71-dir. Boyu 1.65-dən aşağı olanlar üçün məncə biraz uzun olacaq. İkinci paltar yenə anam alıb. Tünd qırmızı və yaxud da zoğalı rəngdə sadə bir paltardır. Gündəlik ya da sadə bir tədbirə geyiniləcək paltardır məncə. Digərindən bir ölçü kiçikdir, tam mənim ölçümdədir deyə bilərəm. Amma streç parçadan olduğu üçün məndən bir ya da iki bədən böyük biri də geyinə bilər. Bu arada ölçüsü eldir. Sonradan cibləri olduğunu da gördüm, amma məncə lazımlı bir şey deyil. Daha sonra özüm üçün yaylıq pijama dəsti aldım. Bundan daha əvvəl də almışdım. Onu o qədər bəyəndim ki, bunu stoklamaq məqsədi ilə aldım. İnanmayanlar ola bilər deyə digərini də göstərdim. Digəri biraz geyinmişəm. Demək olar ki, təzədən heç fərqlənmir. Sonra özüm üçün yaylıq evdə geyinmək üçün belə bir dəst aldım. Adını tam olaraq bilmirəm. Alt hissəsi diz altındadır. Üst hissəsi isə adi maykadır. Amma bir bədən böyük alsaydım kaş. Çünki ölçüsü tam oldu, amma biraz böyük olmağını istəyərdim. Üstümdə duruşu belədir. Son zamanlar belə naxışlar çox dəbdədir. Mən uşaqlıqda bu naxışları çox sevirəm. Ən çox da ağ-qara olanları. Daha sonra yenə eyni dəstin başqa cür naxışlı olanını götürdüm. Amma bunu canlıda çox da bəyənmədim. Qiymətinə görə qaytarmayacaqdım. Amma digəri ilə eyni ölçüdə olsa da ondan daha dar oldu. Burada da görürsünüz, üst hissəsi qatlanıb yuxarı qalxır. Ona görə geri qaytardım. Duruşunu heç bəyənmədiyim üçünsə az çəkdim. Son olaraq anam belə bir paltar götürübdür. Üzərində parlaq qaşları olan üst geyimidir. Bu təbii ki, yay üçün deyil, payızda ya da yazda paltarların üstündən geyinmək üçündür. Çox bəyəndim bunu. Mənim üstümdə duruşu belədir. Bunun da yenə cibləri var. Yay paltarları videolarını çoxdan çəkmişəm. Çalışacağam, yay bitmədən onları da çatdırıb paylaşım. Hələlik kanalıma dəstək olub videomu bəyənməyi unutmayın, zəhmət olmasa.